Şəmkirin parkında piknik elədik. Pinterestdən şəkillərə baxdıq və ağlımıza pizza piknik gəldi. Bunun üçün SM Pizzadan 2 ədəd pizza sifariş etdik. Burada gördüyünüz kimi artıq hazırlıqlara başlayırıq. Bugün həm də İradənin ad gününü qeyd etmək istəyirdik. Onun üçün çəkilişlər də etdik. Bəxtimizdən hava qəşəng idi. Düzdür, ilk başlarda azca külək olsa da, sonra külək tamamilə getdi. Videonun başında da qeyd etmişdim ki, pizzalarımızı SM Pizzadan götürdük. Buranın pizzalarını həqiqətən də çox bəyənirəm. Xüsusilə də amerikano olan növünü. Getsəniz mütləq şəkildə sifariş verin. Əminəm ki, siz də bəyənəcəksiniz. Və süfrəmizi bəzəməyə qaldığımız yerdən davam edirik. Çoxdan da ağlımızda belə Pinterest vibe verən piknik planı var idi. Elə İradənin yaşı da həmin vaxtda təsadüf etdi. Burada da gördüyünüz kimi ona hədiyyəsini verirəm. İnşallah sevə-sevə istifadə eləyər. Bugün həm bir-birimizlə çoxlu söhbət elədik, həm qəşəng şəkillər, videolar çəkdirdik, həm də ki, anın dadını çıxardıq. Məncə qız-qıza əsl terapiya elə məhz budur. Bəxtimizdən də hava çox qəşəng idi. Nə çox isti deyildi, nə küləkli, nə də soyuq. Tam mənim istədiyim kimi əsl yay havası. Günümüzü daha da gözəlləşdirən təbii ki, SM Pizzanın pizzaları idi. Belə bir piknik ideyanız varsa, pizzalarınızı SM Pizzadan sifariş edə bilərsiniz. İsti-isti çatdırırlar. Ümid edirəm bu vloqum sizlər üçün maraqlı oldu. Belə vloqların davamının gəlməyini istəyirsinizsə, videomu like edin və məni izləməyi də unutmayın. Və budur, biz də pikniyimizi sonlandırdıq və evimizə qayıdırıq.